Həzrəti Peyğəmbər meyraca gedib, görür bir dəstə qadına əzab verirlər. Cəbraildən soruşur ki, bunlar kafirdirlər, deyir, yox, bunlar müsəlman qadınlardır. Deyir, bəs nədir bu əzabı onlara verən? Deyir, onlar, belə deyək də, sadə dillə desə, o kökündən vuran baltalayan idi. Bir pislik görür həyat yoldaşından, deyir, səndən də xeyir görmədim. Bu, bəzi qadınlarda bu xüsusiyyət var. Bu xüsusiyyət var. Analarda ki, ana ki, məyus evdə danışmağa başladı, uşağın evini yıxdı. Ana evdə ümid mənbəyi olmalıdır. Hamı evə qayıdır, hərənin bir problemi var. Biri gileylənməyə başlayanda ana deməlidir ki, bir şey deyil. Ana o ümidi paylamalıdır ailə. Hər şey deyir, xarab olanda duz vururlar da, yəni xarab olmağının qarşısını almaq üçün ki, xarab olmasın, duz qoruyur deyir. Duz özü xarab oldusa heç nə. Qadın belə ümidsizliyi aşılamağa başladısa, ailə yoxdur deməli, cəmiyyət yoxdur deməli. Anaların bu baxımdan boynuna çox vəzifə düşür.